Bu tipli tapşırıqları həll etmək üçün əvvəlcə hər bir həddi x-ə bölmək lazımdır burada. Deməli, x kvadratını da x-ə bölmək lazımdır. 7x-i də x-ə bölmək lazımdır. 4-ü də x-ə bölmək lazımdır. Bərabərdir 0. Deməli, burada olur x üstəgəl 7 çıxılsın 4 bölünsün x bərabərdir 0 və x-lə 4 bölünsün x-i bir tərəfdə, 7-ni isə digər tərəfdə saxlayırıq. Bizə isə baxıram ki, bu ifadənin kvadratına oxşayan bir ifadənin qiymətini hesablamaq lazımdır. Ona görə bu aldığım ifadənin hər tərəfini kvadrata yüksəldirəm. Kvadrata yüksəldəndə alasıyam. X-in kvadratı çıxılsın, 2 vurulsun, x vurulsun, 4 bölünsün x üstəgəl 16 bölünsün x kvadratı bərabərdir 49-a. Deməli, burada sadələşdirsəm x kvadratı çıx, x-lər ixtisar gedir, qalır 8. Üstəgəl 16 bölünsün x kvadratı bərabərdir 49-dursa, deməli, x kvadratı üstəgəl 16 bölünsün x kvadratı bərabərdir 49 üstəgəl 8-ə. Yəni 57-yə. Deməli, ifadənin cavabı oldu 57. Bu qədər.